ali təhsilin əlçatanlığının artırılması Elm və Təhsil Nazirliyinin əsas strateji hədəflərindən biridir. Məhz bu tədris ilində biz qarşıya qoyulmuş 2026-cı ildə qarşıya qoyulmuş hədəfə artıq nail olduq və ali təhsilin bütün belə deyək də səviyyələrində təhsil alanların sayı bu il artıq 76 minə gəlib çatdı. Bu keyfiyyət, bu kəmiyyət göstəricisidir, amma mən əmin etmək istəyirəm ki, həm kəmiyyət, həm də keyfiyyət istiqamətində ali təhsildə çox ciddi irəliləyişlər var və növbəti strateji dövr 27-30-cu illərdə isə biz daha çox hədəfləndiyimiz ali təhsilin keyfiyyətinin artırılmasıdır. Mən düşünürəm ki, bizim ali təhsil müəssisələri daha keyfiyyətli məzmun təqdim etdiyi qədər də fondun belə deyək, imkanlarından yararlanan tələbələrin də sayı tədricən artacaq.